Bu arada şəhid polkovnik leytinant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Sidneydə keçirilən beynəlxalq riyaziyyat olimpiyadasında qızıl medal qazanıb. 21 aprel Bakıya qayıdan olimpiyadanın qalibi Araz Şadmanzadənin hava limanında qarşılanma mərasimi keçirilib. Əməkdaşımız Fidan Mədətova həmin proseslə bağlı detalları bizim diqqətimizə çatdıracaq. Fidan, hər vaxtın xeyir olsun. Bu xoş xəbəri həm də sənin dilindən eşidək, nələr yaşanır orada. Salam, hər vaxtınız xeyir olsun. Bəli, bugün Heydər Əliyev adına beynəlxalq hava limanında bir neçə hissi, bir neçə duyğunu eyni anda yaşayırıq. Qürur, sevinç, fəxr kimi hissləri biz burada hiss eləyə bilirik. Belə ki, Araz Şadmanzadə Sidneydə keçirilən beynəlxalq riyaziyyat olimpiyadasında qalib olaraq qızıl medalı ölkəmizə qazandırmağı bacardı və bugün onun qarşılanması mərasimi keçirilirdi. Lakin diqqət çəkən məqam budur ki, Araz tək riyaziyyatçı deyil. O, şəhid polkovnik leytenant Əkrəm Şadmanovun oğludur eyni zamanda və Araz bu proseslərdən hansı şəkildə keçib, ilk növbədə necə Sidneyə vəsiqə qazandı, nə qədər vaxtda o sualları cavablandırmağı bacardı. Elə bu proseslərin hər birini Arazdan soruşacağıq. Araz, salam. İlk növbədə sən Sidneyə necə vəsiqə qazandın və orada nə qədər vaxtda tamamladın, bunlara cavab ver. Mən 2024-cü ilin 15 dekabr ayında IMEC yarışında qızıl medal qazanaraq Avstraliyanın Sidney şəhərinə vəsiqə qazandım. Bununla da 2025-ci ilin 15 aprel tarixində IMEC yarışından həm birinci olaraq qızıl medal, həm də dünya birincisi olaraq bayrağımı dalğalandırdım. Bu mənim atamın da arzusuydu. Və mən bütün Azərbaycanlı uşaqlara səslənirəm. Sizlər də çox çalışıb belə bayrağımızı dalğalandıra bilərik. Bəs bu sənin neçənci medalındır? Bundan əvvəl hansı yarışlarda iştirak eləmisən? Bu mənim 14-cü medalımdır. 13-ü riyaziyyatdan, biri isə şahmatdandır. Mən riyaziyyatdan əlavə şahmatla da çalışıram. Şahmatı da çox sevirəm. İndi də şahmatdan 3-cü dərəcəni almışam. Bəs gələcəklə bağlı planın nədir? Hansı peşəyə sahib olmaq istəyirsən? Mən həkimlik düşünürəm, amma şahmatı da çox sevdiyim üçün ikinci peşə olaraq şahmatda düşünürəm. Çox sağ ol Araz, təşəkkür edirik sənə və bəli, şəhid polkovnik leytenant Araz Şadmanovun, üzr istəyirəm, Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Sidneydə keçirilən beynəlxalq riyaziyyat olimpiyadasında qalibiyyət qazanaraq ölkəmizə qızıl medal gətirməyə bacardı və Heydər Əliyev adına beynəlxalq hava limanında onun qarşılanması mərasimi keçirilirdi. Proseslə bağlı olan detalları sizə çatdırmağa çalışdıq. Hələ ki bizim məlumatlarımız bu qədər idi. Təşəkkürlər Fidan. Fidan Mədətova bizə danışdı. Beynəlxalq olimpiyadada qızıl medal qazanan balaca qəhrəmanımızdan. Davam edək.